Nikol Paşinyan Ermənistanda tək başına hökumət qurmaq niyyətindədir. Bu səbəbdən müxtəlif yollara əl atır. Çünki o hakimiyyəti tək başına qurduğu təqdirdə monolist siyasi komanda olacaq və nəticədə yenidən baş nazir kürsüsünə əyləşə biləcək. Bu səbəbdən də dövlət büdcəsindən müəyyən məbləğ ayıraraq bəzi təşkilatlara rüşvət vermək həvəsinə düşüb. Paşinyan həm də son zamanlar onun ünvanına atmacalar atan Serj Sarkisyan və Robert Köçəryanla söz davasına çıxıb. Mənə deyin, sizi vaxtilə hakimiyyətə kim gətirib? Ermənistan xalqının səsini heç vaxt almayan seçici saxtakarları deyə o sual edib. Amma indiki vəziyyətdə Sarkisyan və Köçəryanın təmsil etdiyi Qarabağ klanının Ermənistan ictimaiyyətinin rəylərində səsi 5-6%-dən yuxarı deyil, deyir Natiq Miri. Ona görə də Qarabağ klanı alternativ olaraq bugün Paşinyan qarşısında düşünürəm ki, məğlub durumdadırlar. Ayrıca onların birləşməsi ehtimalı da çox aşağıdır. Çünki hələ də Köçəryan və Sarkisyan arasında bir nifaq var və bugün hər iki lider gələcək seçkilərdə Rusiyanın onu dəstəkləməsi üçün çox ciddi fəaliyyətdədirlər. Ona görə də bugün Nikol Paşinyanı alternativi bugün Ermənistanda mövcud deyil. Paşinyan istəyir ki, bir ildən çox müddət qalan seçkidə cəmiyyətin və təşkilatların dəstəyini alsın. Bununla əlaqədar müəyyən əl açıqlıqlar etməyə çalışır. Hətta baş nazir sosial proqramları artırmağa can atacaq. Buna baxmayaraq onun üçün yenə də asan olmayacaq. Amma müqayisə etsək ki, bugünkü Ermənistanın siyasi palitrasını ortaya qoysaq, Paşinyana qarşı açıq şəkildə real, konkret mübarizə apara bilən bir lider yoxdur. Demək olar ki, yoxdur. Əvvələn ondayıq ki, Qarabağ müharibəsindən tam ucuzub çıxandan, kapitulyasiyadan sonra belə seçki keçirildi və seçkidə Paşinyan qalib gəldisə, Paşinyan öz mövqeylərini kifayət dərəcədə indi biraz belə deyək, möhkəmləndirib və təsadüfi də deyil ki, ona qarşı çıxan o iki nəfərin içində də yarı ölü deyibdi, bu cür adlandırıbdı. Mən hesab edirəm ki, Paşinyanın indiki proses davam edərsə, bu istiqamətə davam edərsə və çox güman ki də davam etsin, Paşinyanın qalib gəlmə ehtimalı bugün daha çox ehtimaldır. Bununla paralel olaraq Natiq Miri deyir ki, rəqib olacaq üçüncü yeni qüvvələrin çıxma ehtimalı yoxdur. Nikol Paşinyanın reytinqinə gəldikdə isə 10-20% arasında dəyişir ki, bu da onun üçün müəyyən çətinliklər yaradır. Məhz bu baxımdan dövlət büdcəsindən rüşvət ayırmaq niyyətinə düşüb. Xatırlatmaq yerinə düşər ki, 2021-ci il parlament seçkisindən öncə xalqa Azərbaycanla sülh nailiyyətini əldə edəcəyi vədini verən Paşinyan nəticədə səs çoxluğu ilə qalib oldu. 2026-cı ildə baş tutacaq parlament seçkisində qalib olub-olmaması da məhz Azərbaycanla sülh sazişini imzalamasından asılı olacaq, deyir Natiq Miri. Ona görə də düşünürəm ki, konstitusiyada seçki ilə bağlı, norma ilə bağlı bəzi dəyişikliklərə gediləcək ki, ən azından seçkidə hansı faizli olur olsun, qalib gəldiyi təqdirdə bir vahid siyasi komanda ilə, yəni heç bir şəriki olmadan hakimiyyətdə təmsil oluna bilsin. Bu baxımdan bütün siyasi komandaya göstəriş verilib ki, regionlarda cəmaatla birbaşa təmasda olsunlar. Seçki prosesində digər faktorsa Rusiyadır. 2018-ci ildən bəri Nikol Paşinyanı yıxmağa çalışan Rusiya 2020-ci ildən sonra sui-qəsd, hərbi və iqtisadi yollarla bunu daha da artırdı. Köçəryan da zamanında Moskvanın əli ilə Ermənistan parlamentində qətliam törətmişdi. Bu səbəbdən indi də niyyət güdür ki, Kremlin əli ilə seçkidə qalib olsun. Amma İlham İsmail deyir ki, Birləşmiş Ştatların Ermənistana həm informasiya, həm də fiziki təhlükəsizlik ilə bağlı dəstəyi fonunda Rusiya kifayət qədər zəif düşəcək. Baxmayaraq ki, Paşinyan iqtidarı kifayət dərəcədə anti-Rus mövqeyində qərb yönümlü siyasət aparır. Ona görə də birdən-birə Rusiyanın belə köklənib bu məsələdə Paşinyanı məğlub etməsi də sual altında çox çətindir. Çünki faktiki 5 ildir buna çalışır, bacarmır, eləmir. Çünki yenə deyirəm, Ermənistan cəmiyyəti də nəhayət bir fikirləşirlər ki, bu başqasının hakimiyyətə gəlməsi, yəni ki, yenidən müharibə ola bilər. Yeni müharibə isə yeni itkilər deməkdir. Ermənilər artıq cəmiyyət olaraq da bunun fərqindədirlər. Açıq danışmasalar da fərqindədirlər. Eyni zamanda Nikol Paşinyanın özü də yeni Ermənistan ideologiyasını ictimaiyyətə təqdim etmək üçün xüsusi qruplarla görüşməyə başlayıb və seçkiyə doğru bunun daha da intensivləşəcəyi ehtimalı var.